Salam dostlar, bugün mən sizinlə 4-cü sinif Azərbaycan dili test və körpü nəşriyyatı testini işləyəcəm. Səhifə 27-yə baxaq. Birinci sualda deyir ki, hansı cümlədə mübaliğə işlənmişdir? A. Padşah qəzəbindən ot püskürdü. B. Çayın şırıltısı adama ləzzət edirdi. C. Çörəyin ətri ətrafı bürüdü. D. Dərslərinə həvəslə hazırlaşırdı. Burada doğru variant A variantı olacaq. Çünki ot püskürmək olmaz. Bu çox qəzəbləndiyini bildirir. 2. Nöqtələrin yerinə hansı ifadə yazılsa mübaliğə yaranar? Oğlunu görən ana A. Qaçıb boynuna sarıldı. B. Çantasını götürüb ona yaxınlaşdı. C. Dərhal qapını açdı. D. Sevincindən göylərə uçdu. Burada doğru variantımız D variantı olacaq. Çünki mübaliğə məcazi mənalı söz deməkdir və sevincindən göylərə uçmaq məcazi mənadadır. Bu isə ananın çox sevinməsini bildirir. 3. Mübaliğə haqqında deyilən fikirlərdən biri yanlışdır. A. Əsasən bədii mətnlərdə istifadə olunur. B. Varlıq və hadisə haqqında daha qabarıq təsəvvür yaratmaq məqsədi daşıyır. C. Mübaliğə həqiqi mənalı ifadədir. D. Mübaliğədən istifadə etməkdə məqsəd fikri şişirdilmiş şəkildə çatdırmaqdır. Burada yanlış olan C variantıdır. Çünki mübaliğə həqiqi mənalı yox, məcazi mənalıdır. 4. Hansı cümlədə ədat işlənmişdir? A. Səndən ötürü can verməyə cümlə hazırıq. B. Qarabağ Azərbaycandır. C. El bilir ki, sən mənimsən. D. Ayrılarmı könül candan? Burada doğru variant A variantı olacaq. Burada ədat cümlə sözüdür və cümlənin təsir gücünü artırır. 5. Qoy sözü hansı cümlədə ədat kimi işlənmişdir? Kitabları çantaya qoy, qoy həmişə günəş olsun, çörəyi piştatxanaya qoyub çölə qaçdı, neçə vaxtdır qırata göz qoyubmuş. Burada doğru variantımız B variantı olacaq. Çünki burada qoy sözü ədatdır və cümlənin təsir gücünü artırır. 6. Hansı bənddə verilmiş ədatlar sözlərə bitişik yazılır? A. Təkcə, kaş, da. B. Lap, məgər, ha. C. Camı sana. D. Ancaq, məhz, gəl. Burada doğru variant C variantı olacaq. Çünki bir hecalı ədatlar sözlərə bitişik yazılır. 7. Ədat haqqında düzgün fikri seçin. Ədatlar bir-birini əvəz edə bilmir. Bütün ədatlar sözə bitişik yazılır. Ədatlar sözlər və cümlələr arasında əlaqə yaradır. D. Ədatlar suala cavab vermir. Burada doğru variant ədatlar suala cavab vermir olacaq.